sırniki bişirmişdim. Özümə 3 dənəsini səhər-səhər yemişdim və çox ləzzətli idilər. Gəldim marketə, göy-göyərti aldım. Detoks supu bişiriləcək bugün. Belə. Elidor endirimə düşüb. 5 manat 79 qəpik idi. Mən Elidor şampunu çox bəyənirəm, çox yaxşıdır da. Ona görə bundan alacağım. Deməli, belə şokolad aldım. Təriflədilər ki, çox ləzzətlidir. Dadına baxıb sizə deyərəm. Belə görsənir Dubai şokoladı. Mən bunu çox bəyəndim. Çox ləzzətlidir. 1 manat 99 qəpiyə. Məncə dəyər, alınsın. Belə. Sonuncu dəfə bir ay bundan əvvəl düz video paylaşmışdım. Səbəbi isə həqiqətən də çox pis oldum ki, mənə izlənmələr gəlmir. Çox da abunəçilər mənə dəstək olmur, rəy yazmırlar. Ona görə dedim ki, bəlkə də mənim kontentim çoxlarına maraqlı deyil. Mən də davam eləməyim. Amma baxıram ki, mənim özümün həvəsim var. Bəlkə tez-tez vloqlar və videolar paylaşsam, baxış sayı yığar və mənim də kanalım inkişaf elər. Odur ki, əgər siz də məni izləmədən izləyirsinizsə, abunə olun, rəy yazın. Mən də motivasiya olum ki, məni izləyənlər var. Bu arada mənim ruçka qabım. Burada belə keçən ruçkam var, Barbie. İşdən hədiyyə eləmişdi. Eş yoldaşım burada çox qəşəng bir ruçkadır. Bunu da eş yoldaşım hədiyyə edib. Bunları saxlayıram. Bunu da baxın, çox dəyərlidir. Mən işdə iş vəzifəsi artırılanda mənə HR hədiyyə elədi ki, oğru gətirsən sənə. Bunu da qoyuram bura. Belə. Saat bilirsiniz neçədir? Saat indi 19:56'dır. Mən hələ də işdəyəm. Bəli, belə də olur. Bu mənim nauşnikim. Bunsuz iş günü keçmiş. Çünki back office'dəyəm. Belə. Əslində kursa yazıldım ki, ingilis dilini öyrənəcəm. Sadəcə sonra birdən fikrim dəyişdi. Düşündüm ki, yayda davam eləyərəm. O vaxta kimi özüm hazırlaş. Dərslər bitdi. Mən isə çıxıram. Gedirəm artıq evə. Hava da pis deyil, yaxşı ki, yaxşıdır. Mən Romanov metrosuna gitməliyəm. Axır ki, hava düzəldi, soyuq deyil və mən bu fürsəti dəyərləndirib çıxdım gəzməyə. Hava həqiqətən möhtəşəmdir. Gəzirəm artıq yəqin ki, bir 10.000 addım olar. Bu arada son zamanlar həqiqətən də vlog çəkməyə, nəsə paylaşmağa heç həvəsim yox idi. Ona görə də indi çəkirəm. Ümid edirəm ki, ardıcılıq pozulmaz bir də. Mən Trendyolda sifariş ediyordum bundan. Bum Butter saç yağıdır. Çox qəşəngdir, bunu çox bəyənirəm. Ancaq ki, qiyməti 16 manat 70 qəpikdir. Bu arada bunlar da çox superdirlər. Bunlar çox bəyənmişəm. Qiyməti endirimsiz 4 manata yaxındır, amma mən endirimdən əvvəl almışdım. Çox qəşəngdir. Tövsiyə edirəm bunu. Bir də ki, bu maska. Bunlar da çox qəşəng maskadır, baxın. Çox şirindir. Baxın, hədiyyəlik üçün çox qəşəngdir. 3 manatlı qiyməti düzü. Amma çox şirindir. İşdən çıxmışam, gedirəm indi yenə kursa. Hansı ki, Nərimanov da yerləşir, ayaqla gedirəm.
Deməli, indi gedirəm kursa. İngilis dilinə işdən çıxmışam. Və burada Mamacan restoranı var. Hansında ki mantı falan satılır. Acı vaxtımda. Bu arada yenə mən diyetdəyim. Çünki yeni ildən sonra kökəlmişəm. Bu nədir? Neyse. Gedirik. Gelmişəm 28'e. Bunu indi hardasa oturup yiyəcəm. Xaricə gedəndə esim almışdım. O esim də nömrəmi zədələmişdi. Ona görə dublu kartını aldım. Ona görə də 28'deyim. Düşün Bravo'dan sok ya da su alın. Xaricdə alma soku o qədər içirdim ki, indi ancaq alma soku götürürüm. Natural soku. Gedək ödənişimizi eləyək. Deməli, nələr almışam, gəlin göstərim. Bu arada burada çox yaxşı şirniyyatlar satırlar, bulkilər falan. Həm də göz qabağında bişir. Deməli, aldım simit, yumuşaqdır. Və bir dənə də belə şirniyyat. Bu mənim olacaq günorta yeməm. Düzü sağlıqlı deyil, amma neyniyək. Bu da Natura Sok. Yiska gedirəm. Gedək baxaq görək Yiskda nələr var. Əslində bir çox şeyləri bəyəndim. Sadəcə büdcə olaraq mənə uyğun olan variantları aldım. Bilmədim hansına, amma nəyəsə aksiya var. Baxın. Bu çox qəşəngdir. Maraqlıdır. Qiyməti 11 manat. Bunları tərifləyirlər. Çox maraqlıdır. Qiyməti də 2 manatadır ikisi. Əslində işdə stolun üstünə nəsə maraqlı bir dekor istəyirəm. Bu da çox qəşəngdir. Qiyməti də 7 manatadır. Buradan bugün nəsə almalıyım. Bunları bəyəndim. İstəyirəm birini alım stol üçün. İşdə stolun üstünə qoymaq üçün. Nə deyirsiniz? 3 manatdır. Yəni yaxşıdır əslində. Bu səhv etmirəmsə dekordur. Ayda buna da 4 manatdır. Bəlkə bunu götürüm. Mən buna götürəcəm hansınısa. Baxın hansı daha yaxşıdır. İncə bu. Bu arada endrimdə olanları da göstərim. 4 manatdır. 3 manata düşür. Bu da bir belə boş qab. 5 manatdan 4 manata. Burada da deyəsən belə bir səbət. Məncə bunlar nəsə zədələnmiş bir şeylərdir. Neyse biz bunu götürək, bunu mən özüm iş üçün alacağım. Stolun üstünə qoymağa çox qəşəngdir. 4 manata bir qəşəng dekor. Bir də baxın, bunu bəyəndim. Bunu kompüterin altına qoyacağım, qəşəng görsənsin deyə. Cəmi qiyməti 2 manatdır. Həm də bundan uyğunluğu var. Belə bir rəngi də var. Belə də. Hansını götürüm bilmirəm. Mən Yiskdan alışverişlər elədim. Çoxdan da iş yerim üçün qəşəng maraqlı dekorlar istəyirdim. Belə aldım. İndi gedirəm. Orada Nərimanovdayım. Gəldim metro parka. Biraz buraları gəzim. Minnesota'yam indi də. Çox maraqlı belə bir stəkanlar var. Hədiyyəlik üçün qəşəngdilər. Barbie də var. Belə görsənir. Bunlar da çox maraqlıdır. Çok qəşəngdilər. Geldim Margarita restoranına. Oturmuşam burada tek. Deməli, bunu aldım. Mağazada göstərmədim. Bunu da aldım iş üçün. Qəşəng oturmuşam. Hava da çok qəşəngdir. Siparişim geldi. Xırt belə badıncan salatı götürdüm. Ve telefonumu powerbank zarətkaya qoydum. Yaxşı ki bunu mən Dubaydan almışdım. Belə mənə nuş olsun, gəlin hər kəsə nuş olsun. Göz haqqınızı halal edin.
Bu arada bu xırt-xırt badımcan çox dadlıdır. Çox bəyəndim. Gəlsəniz Margarita restoranına mütləq bundan götürərsiniz. Bəs siz market alış-veriş videolarını və ya vloqlarını sevirsiniz? Mən ümumiyyətlə çox bəyənirəm. Ona görə də çalışıram ki, vloqlarımda sizlərlə də aldığım məhsulları paylaşım. Bu aldığım kalbasa isə çox dadlı idi. Gəlin etdiyim alış-verişləri sizlərə göstərim. Əslində mən də alış-veriş videolarını o qədər çox sevirəm ki, çalışacağım artıq videoları çox paylaşım. Həqiqətən çox darıxdım videolar üçün. Nəysə uzatmadan göstərim. Deməli belə Bistrovka aşağılarından aldım. İndirimdə idi. Bravo supermarketdə 28 moldakı bundan aldım. Gəlin sizə göstərim. Bunun içində baxın kaşalar belə olur. Belə boş qaba su ilə əlavə edirsiniz ya da ki südlə üzərində yazılı. İnstruksiyası da burada var. Baxın. Burada. Belə qəşəngcə pişirirsiniz. Paketkalar da yetərincə içərisində var. Bundan aldım. Bilirəm bunlar yəni ziyanlıdır, amma nəysə arada səhər-səhər olar. Növbəti belə qara çörək. Ümumiyyətlə bu qara çörəyi çox sevirəm. Daha sonra bunu çox tərifləyirdilər. Qaymaq firmasının belə çiyələkli cem ilə yoğurtunu götürdüm. Bio yoğurt. Burada yazılıb 2,9%. Baxın, 190 qramdır. Bunun dadına baxmaq istəyirəm. Görüm necədir. Daha sonra su aldım, yolda içdim. Banakla. Ondan sonra Elidor şampun. Siz saçınızı nə ilə yuyursunuz? Mən məsələn saçımı Elidorla yuyuram. Yəni saçıma ancaq Elidor düşür. Bu klokda isə baxın belə bir kalbasa aldım. Marketdə də səhv etmirəmsə göstərmişdim. Qiyməti 3 manat 30 qəpik idi. Bu nareskalar, bu tip kalbasalar sevirəm. Və bu kalbasanı yemək üçün belə bir çörək aldım. Ümumiyyətlə bu çörəklərdən, bu tip çörəklərdən Avropada çox satılırdı və dadı damağımda qalmışdı. Bravo'da gördüm, belə üzəri belə semiçkalı olan. Qiyməti 1 manat 49 qəpikdir. Düşünürəm bunun üçün həqiqətən bahalıdır, amma bir dəfəlik alıb yemək üçün yaxşıdır. Daha sonra məhsulların olmazsa olmazı təbii ki, nə deyirlər buna? Yayça. Yadımdan çıxdı. Nəysə. Kart yenilendi, elden yenilendi ve cehennem kokulu. Deməli, dondurularaq qurudulmuş meyvələri aldım Rahat supermarketdən, Crescent Mall'dan və mənə çox maraqlı idi bunun dadı necədir. Əslində yolda gələ-gələ dözmədim və biraz dadına baxdım. Gəlin sizinlə bir yerdə yenə baxaq görək dadı necədir. Daha sonra gəlin kivi götürək. Və banan. Bir dənə bunu bəyəndim. Qalanlarını heç bəyənmədim.